Salam, hər vaxtınız xeyir olsun. Zəngəzur TV-də ən son xəbərləri diqqətinizə çatdıracağıq. Fövqəladə Hallar Nazirliyinin 20 illik yubiley medalı təsis olunacaq. Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illik yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanuna dəyişikliyi təsdiqləyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugün Ankarada səfərdə olan Ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək. Bu barədə məlumat Türkiyə liderinin bugün üçün nəzərdə tutulan iş qrafikində yer alıb. Günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edəcək. Bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb. Goranboyda 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. Hadisə rayonun Dəyirmanlar kəndində qeydə alınıb. Araşdırmalar zamanı Nəzrin Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onun həyat yoldaşı olduğu müəyyənləşib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Bugün olan xəbərlərimiz bu qədər. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.